Şok, show biznesdə növbəti sensasiya. Kızımız da əla qızdır elə. Qızını yaxşı qızı. Oğlan təriflədik sizlərə. Amma qızımız ondan da yaxşı. Şirin çay ediyoruz. ATV Mağazinin araşdırması 14 il əvvəl baş tutan toyu üzə çıxartdı. Allah xoşbəxt eləsin. Xoş gəlmişsiniz. Gəlinimiz Allah xoşbəxt eləsin. Sarı xanım, sizi təbrik edirəm. Gözündə olsun görəsən. Buyur görək nəziniz. Gracias. Hoşbaxt olsunlar. Oğlunuz da olsunlar. Subaylara qismət olsun inşallah. Diqqətlə baxın. Bu, show biznesdə qalmaqalları ilə ad çıxaran Tolik ləqəbli Tarix Əliyevdir. Bu əllərimlə sənin saçımı bir ən azı bir 15, nə bilim, bir 10 metrə yolmuşam. yaşında olarkən Aynurə adlı xanımla ailə quran Tarix hər şeyi el adəti ilə həyata keçirdi. Cütlük hətta böyüklərdən xeyir dua da alır. Bu üzüyü indi böyüklər kimdir, hasılsız böyle ərsədir. Buyurun baxın. Allah mübarək eləsin. Allah mübarək eləsin. Allah xoşbəxt eləsin. Bu sevinci Tolik'in valideynləri də onunla yaşayır. Baxın və gözlərinizə inanın, illər tarixi belə dəyişdi. Amma onun evliliyi cəmi bir il çəkdi. O niyə boşandı? 19 yaşında bəy olan Tolik ya da Tarix Əliyev 20 yaşında niyə ayrıldı? Onu boşanmağa sürükləyən dəhşətli səbəb. O 14 il əvvəlki həyat yoldaşının özünü bir daha niyə görmədi? Bu etiraflar sizi dəhşətə gətirəcək. Bu həyat hekayəsi hər kəsi göz yaşına boğacaq. Bütün bunlar gələn həftə ATV Mağazində. Tarix illərdən
illər Tolikdən danışacaq.